Salam. Bugün birçok insanın düşündüyü, lakin səsli şəkildə ifadə etmədiyi bir sualı cavablandıracağım. Mənə psixoloq lazımdırmı? Əgər aşağıda sadalayacağım əlamətlərdən bir və ya bir neçəsi sizdə varsa, deməli bəli, sizə psixoloq lazımdır. Gəlin bu əlamətlərlə tanış olaq. Daimi yorğunluq və motivasiya itkisi. Hətta ən sevdiyiniz işlər belə artıq sizə maraqsız gəlirsə. Yuxu problemləri, çox yatmaq, az yatmaq, bəzən gecə səhərə qədər oyaq qalmaq, həyat keyfiyyətində eniş, sosial münasibətlərin pozulması, evdə və ya işdə problemlər yaşayırsansa, idarə olunmaz emosiyalar, qəzəb partlamaları, göz yaşları, səbəbsiz yerə qorxu, həyəcan, təkrarlanan neqativ düşüncələr, özünü dəyərsiz hiss etmə, özünü günahlandırma, keçmişlə barışa bilməmək, somatik göstəricilər, baş ağrısı, mədə ağrısı, sürətli ürək döyüntüsü, əgər tibbi səbəbi yoxdursa, sosial uzaqlaşma, özünə qapanma, tənhalıq hissi. Əgər bu əlamətlər səndə varsa, bir və ya bir neçəsi, o zaman keçib gedər mərhələsini aşmısınız. Psixoloqa getmək zəiflik deyil, cəsarətdir. Necə ki, dişimiz ağrıyanda stomatoloqa gedə biliriksə, ruhumuz ağrıyanda da psixoloqa gedə bilərik.